Rusiya müharibəni dayandırıbmı? Bombardımanı dayandırıbmı? İndi Daha da şiddətlənir. uşaq bağçasında şiddətlənir. Demək, şiddətlənir üçün demək resursları var da bunu eləməyə. İmkanları var. Bu resursları kim verir ona? Bu hər şeyini sata bilir. Neftini de satır, gazını da satır. Sanksiyalar ortada iken bunları edə bilir. Qızılını da satır, almazını da satır, digər meşəsini de satır. Hər resursunu satır, müharibə xatirinə. İndi xəbəriniz var, yəqin ki, mətbuatda oxudunuz, gizli şəkildə 2 milyona qədər mobilizasiya etmək istəyirlər. 2 milyona qədər insanı çağırmaq. Fantastik rəqəmdir bu. Çox böyük fantastik rəqəmdir. Yəni, bu son həddir. Artıq hər şeyə əl atırlar. Mən dünən bir, demək, Rusların özünün bir video çatına rast gəldim. Artıq Moskvada gizli şəkildə bu proses gedir. Metroda, metronun kənarında, avtobus dayanacaqlarında gəncləri tutub qolundan basıb maşınlara aparırlar. Yəni, bilirsiniz necədir? Bunun qarşısını, bunu stimullaşdıran nədir? Bunu stimullaşdıran ortada vəsaitin olmasıdır. Rusiyanın iqtisadiyyatı bugün ölü bir vəziyyətdədir. Və getdikcə də kökür. Biz bununla dair sizinlə verilişlərdə çox söhbət eləmişik, faktlar gətirmişik ki, müəssisələr dayanır. O az-çox öz gücündən bir 20-30% işləyən müəssisə də istehsal elədiyi məhsulu Çinlə rəqabət aparıb eyni adlı məhsulların bazarında sata bilmir. Yəni öz daxilində sata bilmir. Və nəticə itibarilə bu məsələlər bağlanır. Minlərlə məsələlər bağlanır. İnsanları kişilərə ötürürlər. Yəni iqtisadiyyat yoxdur. Pul hardan gəlir? Ancaq resursların satışından. Neftin, qazın və digər təbii resursların, ehtiyatların satılmasından gəlir.